Dostlar, gəlin belə bir açım da eləyim. Ağlımdakı insan dəyişəcəkmi? Yəni yaxşı mənada dəyişəcəkmi? Ağlınızdakı insanı tutun. Münasibətli olduğunuz insanı tutun. Ola bilsin problemlər var aranızda, ola bilsin küskünlük var. O dəyişəcəkmi? Münasibətlər necə olacaq? Baxalım görəyin. Ağlınızdakı insan dəyişəcəkmi? Sizə qarşı. Hal-hazırki vəziyyət, gələcək vəziyyət dəyişəcəkmi? Gəlin məsləhət kartı da yenə çıxaralım. İki variantlı. 1, 2. Birinci variantda yaşıl mələk. İkinci variantda qara belə bənövşəyi mələyə qoyuram dostlar. Və mən birinci variantdan başlayıram. Hal-hazırda ayrılıqdır. Ayrılmasanız da münasibət yaxşı deyil. Soyuq münasibətdir. Adam çox dərdli. Oy. Uras. Bu çətin deyil. Bəzilərinizə bu içən adamdır. Bəzilərində özün buraxıbdır bu. Problemlə depressiyadadır, ola bilsin. Baxın. Eğer bir insanla sevgilisizsə və yaxud da dostsuzsa, yəni yaxın münasibətdəsinizsə, o adam sizlə bir yerdə olanda ancaq öz problemlərindən danışırsa, ancaq özünü düşünürsə, özü barədə danışırsa, siz yoxsuz onun həyatında. O sadəcə icazə verir siz onun həyatında olasınız deyə. Siz özünüzə qiymət qoymalısınız, öz qədrinizi bilməlisiniz. Siz kimsə dərdinə şəriksinizsə, o sizdən də soruşmalıdır. Necədir sənin vəziyyətin? Yemisənmi, içmisənmi? Problemin həll olunubdurmu? Nəsə kömək edə bilərəmmi? Bu şeylər yoxdursa, elə insanlarla nə dost olmayın, nə sevgili olmayın dostlar. Və elə insanı itirməkdən də narahat olmayın. Bu insan ayrılırsınızsa, hal-hazırda ola bir münasibət çox pisdir. Mən bura kartlara görə deyirəm. Dəyişməyəcək bu adam. Bu adam dəyişəs adama oxşamır. Məsləhət olaraq nə verir kartlar sizə? Eğer siz ailəli insansınızsa, öz ailənizi düşünün, öz yaxınlarınızı düşünün. Bu adamı düşünməyin. Prosto deyirəm ha karta görə. Eğer yox, bu sizin ailənizdən biridirsə, düşünün ki, məsələn siz ailədirsə, yəni düşünün ki, yəni siz bu insanla xoşbəxt ola bilərsinizmi? Bu adam dəyişəsi deyil. Subaysızsa siz ailə qurmağa çalışın başqa bir adamla. Subaysızsa başqa adamla ailə qurmağa çalışın. Ailəli insansızsa öz ailənizi düşünün, belə qıraq adamdırsa bu. Yəni belə deyim, bu insan dəyişəsi deyil. Dəyişəsi deyil. Və yaxud da bu adam nəsə öz ailəsini zat düşünür, nəsə depressiv vəziyyətdədir. İkinci variant. Hazırda. Bu insan belədir ki, bu güclü adamdır, zəif adam deyil. Bu necəsə olmalıdır. Bu necəsə o da olur. Dəyişərmi? Xeyr, dəyişməz. Biraz belə şən adam deyil, danışan, gülən, belə pessimistik nastroyda olan adamdır, güclü də adamdır. Dəyişərmi? Dəyişməz. Bu istəyən kimi olar hər şey. Məsləhət olaraq intuisiyanıza qulaq asın deyir kart. Bax, intuisiya kartı çıxdı. Sizin hisslərdə, sizin intuisiyanız sizə nə deyir, ona da qulaq asın. Dəyişər deyirsə dəyişəcək, dəyişməz deyirsə dəyişməyəcək. Bax, belə dostlar. İntuitivini bilirsiniz siz özünüz hər şeyi. Bu qədər. Yenə açımlar çalışıb eləyəcəm. Elərik, sağollaşıram sizdən dostlar. Klas verməyi unutmayın. Çox sağ olun izlədiyinizə görə.